Salam əziz müştərilər, bugün sizə yeni model olan 38 sm termopreslərimizi təqdim etmək istəyirəm. Bu modellər gördüyünüz kimi həm rəngində fərqlidir, həm də ki idarə etmə sistemində də biraz fərqlilik var. İdarə etmə beynində deyim, blokunda deyim, yəni onda da fərqlilik var. Və gördüyünüz kimi yenə bunlardan 2 ədəd qoymuşam masanın üzərinə. Bunlar bir-birinə oxşasa da, amma bir aralarında balaca cüzi fərq var. Onu da növbəti dəqiqələrdə sizə izah edəcəm. Operatordan xahiş edirəm biraz yaxın gəlsin. Özəlliklərindən danışım hər iki termopresimizin. Avadanlıq termopresimiz çox keyfiyyətlidir. Yəni zəmanət verilir. Keyfiyyətli məhsullardan hazırlanıb. 2 dənə belə silikon, bir də ki qubqa döşəcəsi var. Yəni bu da bişirəcəyiniz məhsuldan asılı olaraq bunlardan biri qoyulur. Altı gördüyünüz kimi masası nazik dəmir deyil, qalın alüminindən olan masadır. Belə bir plonkası var, hansı ki kağızın izi qalmasın, orada köynəyin üzərində deyim, hər hansı bir istəsə fartuq edirsə, fartuqun üzərində iz qalmasın yenə. Yəni bu plonkadan, bəzən bu olmayanda insanlar kağız, xüsusi kraft kağızdan qoyurlar ki, izi qalmasın. Bu onu əvəz edir. Var bizdə bu. Burası əsnəkdir. Əsnək olmağı ona görədir ki, bundan köhnə modellərdə, qara modellərimiz var. Onlarda əsnək deyil. Onlarda sərtdir. Bu əsnək olanda bura qoyulacaq məhsulun formasını da ala bilir. Ona görə bunu əsnək eləyiblər. Aşağı salanda avtomatik geri sayım başlayır, timer başlayır. Gəlin burada göstərim sizə. Baxın, bu touchscreen ekrandır. Ondan başlayaq. Hal-hazırda təzə qoşmuşam. Yəni 113 dərəcədir. Temperatur dəyişə bilirik. Bastıq 180-dir, məsəl üçün 170-ə qoyduq. Bir də bastıq. Növbətdə isə artıq saniyəni ayarlamaq olur. 30-da bunu elədik, bitdi. Görürsünüz, bağlamışam deyəndə geri sayım başladı. Çox rahat istifadəsi var. Burada Celsius Fahrenheit düyməsi də var. Biz indi adətən hamı Celsius ilə istifadə edilir. Celsius də qoymuşuq. Fahrenheitə də çevirəndə burada yaz dəyişir. Fahrenheit olur, amma ehtiyac yoxdur. Deyə bilərsiniz ki, yaxşı 2 dənə model qoymuşsan qulan. Bunların arasında fərq nədir? Fərqi ondandır ki, biri hərəkətli masası var, biri stabil masadır. Məsələn, bu stabil masadır, bu hərəkət eləmir, dala-qabağa masası. Bunun masası isə hərəkət eləyir. Burada gəlir qabağa. Bunun da bu qədər qabağa gəlməyə görə nə qədər avantaj verir sizə. İstədiyimiz məhsulu rahatçılıqla burada işimizi görürük və artıq içəri salaraq təzədən pişiririk. Başlayıb pişirə bilirik. Yəni çox rahatdır. Burada təzyiq ayarlanması üçün belə bir şey var. Təzyiqi buradan ayarlaya bilirik. Çox rahatdır istifadədə. Zəmanət verilir avadanlıqlarımıza həmçinin. Əsas bizim özəlliyimiz digər şirkətlərdən ondan ibarətdir ki, bizdə zəmanət verilir. Bizdə servis mərkəzimiz var, zəmanət verə bilirik satdığımız hər bir məhsula. Ona görə kim bizdən alırsa, tam arxançılıqla istifadə edə rahat ola bilər ki, bundan sonra hər hansı bir detalında problemi olarsa, zəmanət müddəti varsa, zəmanətinə görə pulsuz dəyişdirilir, pulsuz təmir göstərilir. Zəmanət sonrası bitsə belə servis göstərilir. Sözsüz ki, müəyyən bir məbləğ qarşılığında. Amma yenə deyim, qiymətlərimiz çox əlçatandır. Kimə maraqlı olsa bizimlə əlaqə saxlaya bilər. Bu qədər. Yəni avadanlığı haqqında bunu söyləyə bilərəm. Yeni modellər dediyim kimi özlərini yaxşı doğruldublar. Yəni xeyli satış eləmişik, yaxşı tərəfdən doğruldublar. Bizi bu avadanlıqlarla ətraflı tanış olmaq üçün videoda göstərilən nömrə ilə də əlaqə saxlaya bilərsiniz və yaxud sublim.az saytına daxil olub avadanlıqlar haqqında orada da görə bilərsiniz. Həmçinin sublim.az saytında digər avadanlıqlar da var. Yəni çoxlu poliqrafiya məhsulları, promo məhsullar, avadanlıqlar, hər bir haqqında geniş məlumat vardır. Məni dinlədiyiniz üçün sizə çox sağ ol deyirəm. Təşəkkürlər. Ətrafında məlumat varsa birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər, çox sağ olun.